Salam, hörmətli müəllimlər, hörmətli abituriyentlər, izləyicilər. Bugün biz sizlərlə birlikdə, deməli, topludan DİM 2023 polimerlər mövzusundan ətraflı cavab tələb olunan tapşırıqların izahına baxacağıq. Birinci çalışma ilə başladıq. Deməli, bizə belə bir polimer veribdir. Deyir, polimerin verilən fraqmentinə əsasən monomerin formulunu müəyyənləşdir. Rahat olsun deyə nə edə bilərik? Gəlin hidrogenləri karbona birləşdirək, formulu çıxardaq. Baxın, CH, CH3 yaza bilərik də, düzdürmü? Baxın, hidrogeni birləşdirək karbona, CH, CH3, sonra davam edək. CH2, CH, CH3, CH2, CH, CH3, CH2 və s. Bax, bu şəkildə davam edəcək. Və biz burada nə görürük? Görürük ki, bu propilen, elə bir ki, ard-arda birləşmiş propilenlərdir də, gördünüzmü? Deməli, bu hansı polimerdir? Polipropilendir. Mötəriziyalıq indeksi n yazaq. Bu olacaq polipropilen. Deməli, polipropilen hansı monomerdən yaranır? Propilendən. Deməli, birinci sual kimi bizdən soruşurdu ki, hansı monomerdən yaranır? Yəni, əsas monomerin formulu nədir? Monomerimiz təbii ki, propilen olacaq, formulu olacaq CH2, 2 qat rabitə CH, CH3. Bu oldu birinci sualımızın cavabı. İkinci sualda deyir ki, quruluş halqasında karbon atomların hibrid orbitalların sayını hesablayın. Quruluş halqası deyəndə bir dənə, elə bil ki, təsəvvür eləyəcəkdə, baxın, CH, CH3, CH2. Bax, bu şəkildə təsəvvür eləyəcəyik. İndeksi də n yazarıq. Və quruluş həlqəsində və yaxud da quruluş vahidində mötərizənin daxilinə baxırıq. Neçə karbon görürük? 3 karbon. Üçü də sp3 hibridləşmə vəziyyətindədir. Bir karbonun 4 dənə sp3 hibrid orbitalı varsa, 3 karbonun, axı birinin 4 dənə sp3 hibrid orbitalı olur. 3 dənə karbon, 3 vurulsun 4, başqa cür desək 12 hibrid orbitalı olacaq. İkinci sualda cavabını 12 olaraq cavablandırmış olduq. 3-də deyir ki, orta molyar kütlə 8400 olarsa polimerin polimerləşmə dərəcəsini hesablayın. Yəni, orta molyar kütlə 8400-dür. İndi əgər mən bunun mötərizənin daxilinə baxsam, yəni bu polipropilendə, belə deyək də, molu 1 mol kimi təsəvvür eləsək, 1 molun kütləsi neçəyə bərabərdir, müəllimlər? C3H6-dır da, 12-ni 3-ə vursaq, deməli, 36 üzərinə də 6 gəlsə 42. 1 molun kütləsi 42-yə bərabərdirsə, o zaman x mol, yəni polimerləşmə dərəcəsi deyəndə x mol və yaxud da ki, n də yaza bilərik. Burada indeksi n yazmışıq, lap n də yaza bilərik. N-in də kütləsi, orta molyar kütləsi olacaq 8400. Biz bərabərdir 200-ə, yəni polimerləşmə dərəcəsini 200 olaraq hesabladıq. Burada arxada cavab ola bilər, yanlış gedibdir. Arxada cavabı 2000 veriblər, 200 olmalıdır və ya əgər bizim orta molyar kütləmiz 84000 olsaydı, onda n-i 2000 tapardıq. Amma yenə deyirəm, ola bilər arxada cavab səhv gedibdir və yaxud da ki, burada 8400 yox, 84000 yazmaq istəyiblər. Sıfırın biri düşməyibdir. Yəni, burada istənilən təqdirdə polimerləşmə dərəcəsini dediyim qaydaya görə tapacaq. 84000 isə cavab 2000 olacaq. Əgər 8400 isə cavabımız 200 olaraq cavablanacaq. Növbəti ikinci sualla izahımıza davam edirik. Deyir, etil spirtinin qatı sulfat turşu iştirakında 140 dərəcədən yuxarı temperaturda qızdırılması. Biz bilirik ki, etil spirti üçün 3 cürə dehidratlaşma reaksiyası xarakterikidir. Biri 140 dərəcədən, deməli, aşağı temperaturda, orada sadə efir əmələ gəlirdi. Bilirik ki, biri 140-dan yuxarıda orada etilən əmələ gəlirdi. Bir də 425 dərəcə Selsi temperaturda alüminium oksid, sink oksid katalizator iştirakında alkaden Lebedev reaksiyası alınması idi. Burada 140-dan yuxarı deyəndə alkenin əmələ gəlməsi, yəni etilən əmələ gəlməsinə işarə eləyir və bilirik ki, etil spirti C2H5OH 140 dərəcədən yuxarı temperaturda molekul daxili dehidratlaşır. Reaksiya zamanı, baxın, 140 dərəcədən yuxarı temperatur yazaq və reaksiya zamanı əmələ gəlir etilen C2H4 və molekul daxili dehidratlaşma da əlavə olaraq su maddəsi də yaranır. Bir də deyir ki, X maddəsi, yəni etilen üçün polimerləşmə reaksiyasını yazın. Etilenin polimerləşmə reaksiyasını yazsaq, N mol deməli, etilen götürürəm, bunu polimerləşdirirəm, reaksiya zamanı əmələ gəlir polietilen. CH2, CH2. Yəni, bax, bu şəkildə yazırıq. Aha, bu da oldu etilenin polimerləşmə reaksiyası, etilenden polietilenin əmələ gəlmə reaksiyası. Deyir, quruluş halqasında, yəni mötərizənin daxili nəzərdə tutulur, quruluş halqasında karbon atomların hibrid orbitallarının sayını müəyyənləşdirin. Daha doğrusu hibrid orbitalının vəziyyətini yəqin ki, müəyyənləşdirin demək istəyir. Quruluş halqasında 2 karbon var, ikisi də sp3 vəziyyətdədir. Yəni, quruluş halqasında karbon atomların hibrid halı sp3 hibridləşmə vəziyyətindədir və polimerləşmə reaksiyasının praktiki çıxımı 80% olarsa, 200 mol X maddəsindən alınan polimerin kütləsini müəyyənləşdirin. İndi gəlin müəyyənləşdirək. Deməli, normalda biz bilirik ki, deməli, n mol etilen götürülərsə, deməli, bu zaman əmələ gələn polietilenin
kütləsi olacaq. Deməli, C2H4-dür. 12-ni 2-yə vursaq 24, üzərinə 4 gəlsə 28. N moldan 28 N qram nə əldə olunacaq? Polietilen əldə olunacaq. O zaman 200 mol X maddəsinə, yəni söhbət 200 mol etilendən gedir. Əgər çıxımımız 80%-də rahat olsun deyə solda duran maddənin molunu vururuq faizə, bölürük 100-ə, tənasübdə bu rəqəmdən istifadə edəcəyik. 200 vurulsun 80 bölünsün 100-dən də X kiloqram nə əldə olunacaq? Polietilen əldə olunacaq. Buradan N-lər ixtisar olur. X-imiz bərabər olur. 200-ün 80%-i normalda 160-dır. 160-ı 28-ə vurub birbaşa cavabı hesablaya bilərik. Bu da bizə verəcək 4480 qram. 4480 qram kiloqrama çevriləndə, buradan belə deyək də, əslində mən burada x qram tapacam, daha sonra kiloqrama çevirəcəm, daha rahat olar. Çünki burada axı 200 moldur. Molla hesablayanda tapdığımız qram olacaq. İndi 4480 qram yazaq, ən yaxşı. Birbaşa kiloqrama çevirmədim də. Qramla tapdıq. İndi buradan kiloqramı hesablasaq, 4,48 kiloqram olacaq. Yəni doğru cavabı burada 4,48 kiloqram götürə bilərik. Aha, bunu da cavablandırdıq. Gəldik növbəti 3-cü çalışmamızın izahına. Deyir ki, fenol formaldehid qətranı, divnil, kalçiku, polat, nişasta, glukoza, divnil. Polimer maddələrin nömrələrini müəyyənləşdirin. Fenol formaldehid qətranı polimerdir, aydın məsələdir. Polat dəmirin ərintisidir, çuqundu polatdır. Bu polimer deyil. Glukoza monomer, nişastanın və ya selülozanın monomeridir, monosaxariddir və polimer deyil. Divnil, kalçiku polimerdir, bəli. Ona görə 1, 4, nişasta polimerdir, təbii polimerdir. Divnil kalçikunun monomeridir, polimer deyil. Ona görə də doğru cavab burada 1, 4, 5 şəklində qəbul eləyərik. Növbəti 4-cü çalışma ilə davam edirik. Lavsan, üzvü şişə, polietilen. Deyir ki, burada bunların hərəsində tək-tək oksigenin kütləsinin hidrogenin kütləsinə olan nisbətini müəyyənləşdirin. Aha, lavsan nə idi? Etilen qlikolla triftal turşusunun polikondensləşmə məhsulu belə yazılırdı. Etilen qlikolla triftal turşusunun polikondensləşmə məhsulu. Düzdürmü? Aha, bax bu şəkildə yazırıq. Və biz bilirik ki, bu nöqtə qoyduğum yerlər var. Bax, buradakı karbonlar CH formasında da CH, 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 CH. Aha, bax, bu nöqtə qoyduğum yerdə isə, bax, bu hissədə isə karbonlar artıq hidrogenini veribdir karbonil qrupuna. Ona görə orada artıq, nə deyək, hidrogen yoxdur. Ümumilikdə burada neçə qram hidrogen görürük? 2, 2, aha, burada da həmçinin 1, 2, 3, 4, 4 qram da burada hidrogen görsək, cəm 8 qram hidrogen gördük. Oksigen də neçə dənədir? Bax, burada oksigenlərin də kütləsini müəyyənləşdirsək, 1, 2, 3, 4 oksigen var. 4-ü 16-ya vursaq 64 qram. 64-ü böləcəyik 8-ə. 64-ün 8-ə nisbəti 8 eləyəcək. X-imiz bərabərdir 8-ə. Üzvü şişə polimetil metakrilatda necə yazırdıq? CH2, C, CH3, COO, CH3. Düzdürmü? Aha, burada baxaq neçə qram hidrogenimiz var? 3 qram, buradadır 3 qram, burada 6, ikisi də burada 8. 8 qram hidrogenimiz var. Oksigenin kütləsi neçəyə bərabərdir? 2 mol oksigen görürük. 32 qram eləyəcək. Bu da 32-nin 8-ə nisbəti 4 verəcək. Deməli, burada da Y-i 4 taparıq. Polietilen. Polietilendə deməli, karbonun kütləsinin hidrogenin kütləsinə nisbətini soruşur. CH2, CH2, bu da bizim polietilenimizdir. Polietilendə 2 karbon var. Karbon ikisi 24 qram eləyər. Bölərək bunu 4 qram hidrogenin kütləsinə nisbət verəcək bizə 24-ün 4-ə nisbəti. Aha, 24-ün 4-ə nisbəti 6 eləyəcək. Yəni, bunu da 6 olaraq cavablandırmış olduq. Aha, indi bizə deyir ki, X-i müəyyənləşdir. X-i tapdıq 8, Y-i tapdıq 4, Z-i də tapdıq 6. Sonra deyir ki, X, Y, Z cəmini hesablayın. Yəni, 8 ilə 4, X-in qiyməti 8-dir. Y-in qiyməti 4-dür. X, Y, Z-in cəmi bizə 18 verəcək. Cavabları 8, 4 və 18 kimi müəyyənləşdirmiş olduq. Növbəti 5-ci çalışma ilə izahımıza davam edirik. Deyir ki, naylon lifi, kapron lifi, polimerin alınmasına lazım olan tərkibində oksigen olan monomer. Naylon lifi bilirik ki, heksametilen diamindən adipin turşusunun polikondensləşmə məhsuludur. Heksametilen diamin necə yazılır? NH2, CH2-dən 6 dənə NH2. Burada oksigen yoxdur. Deməli, bundan söhbət getmir. Tərkibində oksigen olan monomer deməli adipin turşusudur. Adipin turşusu necə yazılır? Ki əsaslı karbon turşusudur. COH, CH2-dən 4 dənə COH. Aha, X-in formulunu müəyyənləşdirdik. Birinci sualı bu şəkildə cavablandırdıq. İkinci sualda deyir ki, Y-in polikondensləşmə reaksiyasının tənliyini yazın. Yəni, Y-imiz bilirik ki, nədir? Deməli,
dedik ki 6 amin heksan turşusudur. Niyə? Çünki kapron lifi 6 amin heksan turşusunun polikondensləşməsindən yaranır. Tərkibində oksigen olan monomerdir və biz onu polikondensləşdirək. N mol H2N götürdüm. CH2 5 dənə, COOH 6 amin heksan turşusu. Mən bunu polikondensləşdirirəm. Polikondensləşmə zamanı nə baş verir? Deməli, H NH2 qrupundan, OH isə COH qrupundan qopur. Əmələ gəlir belə bir birləşmə. NH CH2-dən 5 dənə, C2 qat rabitə oksigen. Əgər biz bunun kənarlarında polimeri, belə deyək də, makromolekulu tamamlanmış şəkildə təsəvvür eləsək, kənarlarında H və OH-ı təsəvvür eləyirik. Yadınıza gəlirsə, dərsdə də həmişə deyirəm ki, makromolekulu tamamlanmış şəkildə təsəvvür etməliyik. Kənarlarında H və OH-ı qeyd eləyəcəyik və N çıxılsın 1 molda H2O əmələ gələcək. Aha, polikondensləşmə reaksiyasının tənliyini yazdıq, tərtib elədik. Əgər kənarda HOH qeyd olunmasa, o zaman N mol H2O yazırıq. Amma kənarda HOH qeyd olunanda N çıxılsın 1 mol H2O qeyd edirik. Mən düşünürəm ki, polimer alınırsa makromolekul tamamlanır. Kənarda H və OH-ı qeyd edib N çıxılsın 1 mol su şəklində yazmaq daha məqsədə uyğundur. Z-i hesablayın. Bəs Z nədir? Z deməli polimerlərin deyir quruluş halqasındakı sp3 hibrid halında olan karbonların sayını hesablayın. İndi biz kapron lifini zaten yazmışam. Görürəm ki, kapron lifində mötərizə daxilində baxın CH2 5 dənə. Bu 5 dənə karbon sp3 hibridləşmə vəziyyətindədir. Amma karbonil CO qrupu var ha. O CO qrupundakı karbon sp2 hibridləşmə vəziyyətindədir. Bizə sp3 hibridləşmə vəziyyətində karbon sayını soruşduğuna görə kapron lifində 5 sp3 vəziyyətdə karbon var. Bəs gəlin görək neylonda nə qədərdir? Neylonda dedik ki, heksametilen diamindən adipin turşusunun polikondensləşmə məhsuludur və biz bunu necə yazarıq? Heksametilen diamindən adipin turşusunun polikondensləşmə məhsuludur. Aha, yazarıq belə. Heksametilen diamindən adipin turşusunun polikondensləşmə məhsuludur. Göründüyü kimi, bax bu şəkildə qeyd elədik polimerimizi və quruluş vahidi deyəndə mötərizənin daxilinə baxırıq. Burada 6 dənə karbon, burada isə 4 dənə karbon, cəm 10 dənə karbon sp3 hibridləşmə vəziyyətindədir. Birindən 5, birindən 10, cəm 15 karbon sp3 hibridləşmə vəziyyətində olacaq. 3-cü sualda cavabını 15 olaraq cavablandırmış olduq. 6-cı sual. Deyir ki, deməli, polimerlərin alınma reaksiyasının adını qeyd edin. Neylon əldə olunur nədən? Bildiyimiz kimi, deməli, X, Y-i deyir müəyyənləşdirin. Neylon deməli, əldə olunur polikondensləşmədən. Bayaqlarda yuxarıda qeyd elədik. Heksametilen diamindən adipin turşusunun polikondensləşmə məhsuludur. X-imiz olacaq nə? Neylon, naylon yazdıq. Y-i deyir hesablayın. Y-i deyir düşünün, yəni tapın. Elementar halqanın quruluş formulu, yəni teflon belə yazılır da bilirik ki, C flor 2, C flor 2. Aha, bax bu şəkildə yazılır. İndeksi də N yazsaq, teflonun quruluş formulu, elementar halqasının quruluş formulu C flor 2, C flor 2 şəklində yaza bilərik. Sonra növbəti halda bizə deyir ki, əgər bu polimerlərin elementar halqasında karbon atomlarının sp3 hibrid orbitalların sayı 4-nə bərabər olarsa, polimerləşmə dərəcəsini hesablayın. Aha, gəlin indi də polimerləşmə dərəcəsini hesablayaq tək-tək, sonra da M-in N-ə nisbətini hesablayaq. İndi C flor 2 görürük ki, buradakı karbonlar hər ikisi sp3 hibridləşmə vəziyyətindədir. Bir karbonun 4 dənə sp3 hibrid orbitalı var. Hərəsi sp3-dür. Hərəsinin 4-4, ikisinin birlikdə cəm 8 sp3 hibrid orbitalı olacaq. Birinin 8 sp3 hibrid orbitalı varsa, o zaman polimerləşmə dərəcəsi X olanda, və yaxud da ki, burada M-lə işarə eləyibdir. M də yaza bilərik, problem yoxdur. Polimerləşmə dərəcəsi M olanda, o zaman 40.000 nə olacaq? sp3 hibrid orbital olacaq. Buradan M-imiz bərabərdir 40.000 bölünsün 8. 40.000-i 8-ə bölsək, bizə verəcək 5.000. Deməli, M-imiz, X yazmayaq, elə M yazaq. M-imiz bərabərdir 5.000-ə. Növbəti halda naylonu yazaq. Naylon, yaxud yuxarıda da yazmışdıq, təzədən yazaq. Naylon nədir? Heksametilen diamindən adipin turşusunun polikondensləşmə məhsuludur. Heksametilen diamindən adipin turşusunun polikondensləşmə məhsuludur. Aha, qeyd elədik, düzdürmü? İndi burada da biz mötərizə daxilinə baxsaq, yəni quruluş vahidinə diqqət eləsək, 6 dənə burada, 4 dənə də burada, cəm 10 karbon sp3 hibridləşmə vəziyyətindədir və 10 karbon sp3 hibridləşmə vəziyyətindəsə 1 karbon 4 sp3 hibrid orbitalı varsa, onun 40 sp3 hibrid orbitalı olacaq. O zaman yazırıq ki, 40 sp3 hibrid orbitalı 1 mola aiddirsə, o zaman 40.000-im X mola aid olacaq. Buradan da X-i tapırıq 1000. Düzdürmü? X-i tapdıq 1000.
Və yaxud da ki, burada N-lə işarə edib, lap N kimi də yaza bilərik burada. N polimerləşmə dərəcəsi N olanda, deməli 40.000 nə olacaq? S5 hibrid orta olacaq. Buradan da N-i tapacağıq 1000 şəklində. İndi N-imiz 1000-dir, M-imiz də 5000-dir. İndi bizə deyir ki, M-in N-ə nisbətini hesablayın. Yəni, başqa cür desək, 5000-in 1000-ə nisbətini soruşur. Bu da bizə verəcək nisbət kimi 5. Doğru cavab burada 5 olacaq. Növbəti digər 7-ci çalışma ilə izahımıza davam edirik. 7-də deyir ki, verilən polimer üçün cədvəli tamamlayın. Aha, verilən polimer üçün cədvəli tamamlasaq, alifatik quruluşlu A monomerinin formulu. Aha, B monomerinin paraksiloldan alınma reaksiyasını tapın. Biz bilirik ki, burada 2 dənə monomer var. Biri etilen glikoldur, biri də triftal turşusu. Bu lafsanı göstərir də. Bu hissə etilen glikola aid olan hissədir. Bu hissə isə lafsana aid olan, daha doğrusu triftal turşusuna aid olan hissədir. Aha, iki hissəni gördük. İndi deyir ki, alifatik quruluşlu A monomerinin formulunu tap. Təbii ki, buradakı monomerlərdən biri, yəni etilen glikol nədir? Deməli, alifatik quruluşludur. Siklik quruluşlu olan isə B monomeridir, hansı ki, o da triftal turşusudur. İndi A monomerinin formulunu yazanda etilen glikol yazacaq. CH2OH, CH2OH. Sonra növbəti halda bizə deyir ki, B monomerinin, yəni söhbət triftal turşusundan gedir, paraksiloldan alınma reaksiyasını tərtib edin. İndi biz bilirik ki, paraksilol 1,4 dimetil benzol da deyə bilərik. Kalium permanganat iştirakında oksidləşə bilir. Kalium permanganat məhlulunu rəngsizləşdirə bilir. Benzol yox, amma onun homoloqları kalium permanganat məhlulunu rəngsizləşdirirlər. Üzərinə kalium manqan O4-ün suda məhlulunu gəlirik. Reaksiya zamanı əmələ gəlir kalium hidroksid, manqan 4 oksid və bu şəkildə triftal turşusu, yəni birbaşa benzol həlqəsinə birləşən CH3 qrupları COH qruplarına çevrilirlər və beləliklə triftal turşusunu bu şəkildə əldə edirik. Bunu bəzən atomar oksigen şəklində də göstərirlər. O da problem deyil. Elə də yaza bilərsiniz. Yəni göstərirsiniz 1,4 dimetil benzol, üzərinə atomar oksigen, oxun üzərində kalium manqan O4 də yaza bilərlər. Eyni mənanı kəsb edir. Reaksiya məhsulu olaraq yazacaqsınız triftal turşusu, COH və təbii ki, yanında bir də H2O su əmələ gələcək. Bunu da bu şəkildə qeyd elədik. Çalışmada çapda ola bilər xəta baş verib nədirsə, 1,505 vurulsun 10^21 ilə cavab heç cürə alınmır. Ona görə düşünürəm ki, burada çap xətası var. Bəlkə sonra düzəldərlər. Amma hal-hazırki zaman üçün 1,505 vurulsun 10^21 ilə cavab alınmır. Ona görə də 8-ci çalışmada, yəni məsələ düşünürəm ki, həm elə gedişat, həm də elə bilirəm ki, burada 10^21 ilə zaten alınmadı. Demək ki, çapda xəta baş veribdir. Ona görə bu məsələni saxlayırıq. Düzəliş olunsa, inşallah düzəlmiş versiyanı mən özüm izah edərəm. 9-cu çalışma ilə davam edirik. Asetilin bilirik ki, aktiv kömür katalizator iştirakında trimerləşir və benzol əmələ gətirir. X maddəmiz olacaq benzol. Benzol C2H5 xlorla alkilləşmə reaksiyasına daxil olur. Etil xloridlə alkilləşmə reaksiyasına daxil olur. Respublikamızda bildiyiniz kimi Yusif Məmmədəliyev alkilləşmənin kralı hesab olunur. Alkilləşmə reaksiyaları üzərində o öz tədqiqatlar aparıbdır. Əmələ gəlir belə bir etil benzol, etil xloridlə benzol, etil benzol yaradır. Alkilləşmə reaksiyasıdır və H-xlor ayrılır. Etil benzol daha sonra katalizator iştirakında dehidrogenləşir. Əldə olunur. Yuxarıdan göründüyü kimi hidrogen ayrılır, 1 mol H2 ayrılır və C2H5 hissəsi çevrilir CH, daha doğrusu 2 qat rabitə CH2. Yəni vinil, benzol və ya stirol yaranır. Bu oldu bizim Z maddəmiz. Deməli, X maddəmizi tapdıq, Y maddəmizi tapdıq, Z maddəmizi tapdıq. İndi T maddəsini müəyyənləşdirək. T maddəsi nədir? Etil spirti 425 dərəcə Selsi temperaturda alüminium oksid, sink oksid katalizator iştirakında Leybizev reaksiyası üzrə alkadiyen yaradırdı. T maddəmiz alkadiyendir. Hansı? Butadiyen. Təbii ki, T maddəsi bizə butadiyeni göstərir. Butadiyen stirolla birlikdə polimerləşir. CH2 2 qat rabitə CH, 2 qat rabitə CH2. Aha. Və göründüyü kimi daha səliqəli yazaq. Birgə polimerləşirlər. Əldə olunur butadiyen stirol kauçuku. CH, CH2, CH2, CH, 2 qat rabitə CH, CH2. Bax, bu şəkildə indeksi də yaza bilərik. N yazsaq, indeksə N qədər stirol, N qədər butadiyen stirol kauçuku əmələ gətirəcək. T maddəsinə CH2, 2 qat rabitə CH, 2 qat rabitə CH, yəni deyəcək nə?
butadiyen. Əlavə olaraq buradan su və hidrogen də əmələ gəlirdi. Bunları da qeyd etmək lazımdır. K maddəmiz oldu butadiyen stirol kauçuku. K maddəsinin adını yazdıq və elementar həlqədə, yəni quruluş vahidində karbonların sayını taplayır. Benzol həlqəsində zaten 6 karbon var. Yuxarı hissədə hesaplasanız 6 karbon görəcəksiniz. Cəm 12 karbonumuz var. Bu şəkildə bu sualı da cavablandırdıq. Bu şəkildə bitirdik. Enant. Enant lifi bilirik ki 6 amin heptan turşusudur. 6 amin heptan turşusunun onda bizə deyir ki, enant lifi bilirik ki, 7 amin heptan turşusunun polikondensləşməsindən əldə olunur və onu necə yazarıq? NH2, CH2-dən 6 dənə COOH polikondensləşir və polikondensləşmə zamanı hidrogen NH2 hissəsindən çıxacaq. Burada qalacaq NH və COH hissəsindən isə OH çıxacaq. Burada da qalacaq karbon 2 qatı artı oksigen. Bax, bu şəkildə nədir? Qeyd elədik. Və elementar həlqədə atomların ümumi sayını hesabla desə, görürsünüz ki, elementar həlqədə CH2 burada 3 atom, indeksdə 6 var. 3-ü 6-ya vursaq 18, üzərinə gələcək NH-da 2 dənə atom, CO-da da 2 dənə atom, toplasaq cəm 22 atom olacaq quruluş vahidində. Üzrlə hesab edin. Və quruluş vahidində, elementar həlqədə olan ümumi atomların sayının 22-yə bərabər olduğunu müəyyənləşdirdik. Elementar həlqədə karbon atomların hibrid orbitalların sayını taplayanda 6 karbon, 6-sı da sp3 vəziyyətdədir. Və 6-nı 4-ə vurmaqdan sp3 vəziyyətdə karbonların sayını tapanda 4-ə vururuq. Elə 24 sp3 hibrid orbitalı. Burada isə karboksil qrupundan qalma bir karbon var, hansı ki orada da karbon sp2 vəziyyətdədir. Bir karbon 3 dənə sp2 hibrid orbitalı var və 24-dən 3-ü toplasaq cəm 27 hibrid orbital olacaq. İlqi də 27 olaraq cavablandırmış olduq.